2025-ci ildə agentlik bir neçə yerli əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri həyata keçirib. Belə ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı çərçivəsində uzunluğu 9.6 km olan Naxçıvan şəhərinin Əliyabad qəsəbə daxili və uzunluğu 6.3 km olan Şərur rayonunun Təzəkənd avtomobil yollarında vətəndaşların daha rahat hərəkət etməsi üçün əsaslı təmir işləri həyata keçirib. Təmir zamanı yol yatağı genişləndirilib, yol əsası yenidən tikilib, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına beton kanal çəkilib və su keçidləri inşa edilib. Avtomobillərin daha rahat hərəkət etməsi üçün isə yola 2 qat asfalt örtüyü salınıb. Həmçinin dövlət proqramından əlavə olaraq uzunluğu 5.1 km olan Kəngərli rayonu Şaxtaxtı Gömrük avtomobil yolunda da işlər yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilmişdir. Layihəyə uyğun olaraq 5.1 km-lik yola 2 qat yeni asfalt örtüyü salınıb, boya və xətlənmə işləri aparılıb, təhlükəsiz hərəkəti təmin etmək üçün isə yol nişanı və siqnal dirəkləri quraşdırılıb. Hazırda Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə yerli əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir. Belə ki, uzunluğu 6.8 km olan Ordubad rayonu Azadar kənd, uzunluğu 5.2 km olan Şərur şəhər daxili və uzunluğu 6.2 km olan Babək rayonunun Həcir Göynük avtomobil yollarıdır ki, burada da işlərimiz sürətlə davam etdirilir.